Eymanə salam, necəsiz, nətərsiz, nə var, nə yox. Gününüz gözəl keçməsini Allahdan diləyirəm. Dedim, qəlbimə gəldi, dedim, bunu qoy, dünəndən deyirəm, elə bir qəlb deyir ki, dedə, şeydir, yəni insanlara istəyərsən, demək istəsən, istəyərsən də, heç adımı çəkməsən də lazım deyil, adım lazım. Bu Fəxrinin yaraları da, o 15 ildir. 15 ildir aparmadığımız həkim, xəstəxana, balnisa, ot, ələf, o deyirik, ta nələr yox idi. Vannalar deyir, zəli, məli, deyirik, hər şey. Ta bildiyin hər şey də, haralara, Bakıya qədər. Ta harda kim nə deyirdi, aparırdıq. Dərmanlar, mazlar çəkilirdi həftələrlə, günlərlə, stemlər. O sizdə mən o klizma bağırsağı yumağı, çünki ya bağırsaqdadır, sizdə mən bağışlayın. Yəni onu ətraflı deyirəm, bilin. Yəni ki, Eymanə, bu 15 il çəkdi də bu. Ta bədənində iynə atsan, elə bir bədən təmiz olurdu. Qaşıyırdı, dırnağınla qaşıyırdı. Qaşıyandan sonra yaralar əmələ gəlirdi. İri yaralar açılırdı. Mən sizə göstərdiyim ən xırdası o idi. Ondan xırdalar da var idi, ondan böyüklər də var idi. Nələ taparma üzündən başqa başında. Axır vaxtlar başına da keçmişdi. Yəni sağlam yeri yox idi. Allaha şükür olsun. Bu iman süfrəsinə gələndən sonra, mən etiraf edəndən sonra, çünki onun əziyyətini ən çox da mən də, özü də çəkirdim, mən də çəkirdim. Bütün günü sarıqlar çəkirdim, mazlar, deyir, nə qədər mazlar, dərmanlar, hamısı mənim də sınağım idi də, ağır sınağım. Bu qurbanı kəsəndən sonra, etiraflar çox edəndən sonra, siz o duzu da deyə, hamısını bir yerdə o qədər etiraf da eləyirdim, harda səhv eləmişəm ki, mən bunu yaşayıram, ay Allah. O ən çox da axırıncı o şeylə elə bil ki, o məlhəmlə sizə agah oldu, məlhəmlə 2 dəfə çəkdi ya, onunla da Allahın məsləhətinə şükür, bədəni oldu çiçək kimi, bir dənə yarası qalmadı da, hamısı bağlandı. O gün ki, deyirdim, cüzi bir dənə axırıncı dərin yara var, o da bağlandı. Allahın məsləhətinə şükür olsun, şəfa verən Rəbbimə şükürlər olsun, etiraf eləyək, hikkədən olmuşdu bugünkü və etdiyim savablar, burada da əlimlə eləyirdim savablar imana. Orası zəkat ödeyə, hər dəfə etiraf, qurban, elə bir hər tərəfli etdiyim savablar, Allah səsimi eşitdi də, yalvarırdım, gecə, günüz, yalvarırdım, ey Allahım, nə olar ki, bunun bədənindən apar, mən də yəni çox əziyyət çəkirəm. Şükür Allahın məsləhətinə. Dedim, istəsəz efirdə demək istəsəz deyərsiniz. Çünki bəlkə kiməsə bir kömək ola bilər, kiminsə var idi, bir xanım var idi, Türkiyəli, onun qızında var idi hikkədən. Bizimki hikkədən idi. Barışa bilmirdi, qəbullanamırdı, içində hikkələnirdi. Bəlkə kiməsə fayda olar, amma yəni mən elə bilməzdim ki, mən tək insan, mən elə bilirdim insanın etiraf ancaq özü eləyəndə qutarırmış. Mən də onun kiminsə əvəzindən, mən də yoldaşımın əvəzindən eləyəndə, sən demə o Allah səsimi eşidib şəfa verərmiş, verə bilərmiş. Bir də elə dünən fərqinə vardım ki, mən çiynimə nə qədər yük götürmüşəm imana. Yəni siz heç bilirəm, sizin yükünüz daha çox ağırdır, dünyanın yükünü götürübsünüz də, yəni bir də mən də elə bil hiss eləyirəm ki, hamının yükünü mamam gildə bir şey olur, qohum əqrab, bütün hamı üçün yalvarıram gecə, günüz ki, ey Allahım, bunda yəni filan kəsin belə qohumdur, qardaşdır, hamısında nəsə problem olanda onları mənə bağışla ki, mən eşitməyim bu, yəni o huzursuz, heç kimin huzursuzluğunu eşitməyim, xəstəliyini eşitməyim, qəlbim daha çox sızıldayır hamı üçün, hamı dünya üçün. Allah hər kəsi bağışlasın, gecə, gündüz, qabaq əvvəllər heç mən belə bilməzdim ki, yəni mən elə bilirdim ancaq özüm üçün dua eləyirəm. Mən indi artıq hər kəs üçün dua eləyirəm. Hər kəsi Allah bağışlasın, dünyamızı bağışlasın, bütün dünyam. Çünki hiss eləyirəm ki, artıq üzüm gülmür də. Dünyanı bu vəziyyətdə insanlara, qohum əqrəbəni, adam huzursuzdur. Nə qədər şükür, Allaha şükür, haysi düşmürəm, yeyirik, içirik, sağlamam, yeriyirəm. Amma mən istəyirəm ki, bütün dünya xoşbəxt olsun, bütün insanlar xoşbəxt olsun, yaşayış, qabaq işimizdə paxıllıq var idi.
Mən elə bilirdim mən irəli getməliyəm. O egoydu, paxıllıq idi. Amma indi istəyirəm hamı gözəl yaşasın, hamı sağlam yaşasın, heç kim ölməsin, uzun ömürlü olsun. İçim insanlara baxım üzüm gülsün, kasıb dolanmasın, hamının evində yeyəcək yeməyi olsun. Gecə gündüz yalvarıram Allaha. Can, nə gözəl. İstəyirsən bunu belə paylaşın. Siz necə məsləhət, Allah necə məsləhət bilirsə, Allah necə buyurursa elə eləyin. Çünki 2 gündür mən istədim deməyəm, görəm qəlbim eləcə deyir ki, de də, bunu deməlisən ki, insanlar bilsin. Qəlb susmur. Neçə dəfə şey elədim ki, yəni istədim deməyəm, görəm qəlbim susmur ki, de. Bir dənə də başqa bir şey olacaq. Qoy deyim də ya da sizdən istədim deyəm, qoyun sürpriz yapmaq.